Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Müellif buyurur ki, həcdə müstəhəb olan əməllər. Həcdə müstəhəb olan əməllər deyilikdə, yəni hər bir həcc edən kəsin bu əməlləri etməsi müstəhəbdir. Aşağıda qeyd olunan əməlləri etməsi müstəhəbdir. Deməli, təxminən burada müəllif 30-dan çox müstəhəb əməli zikr etmişdir. İlk olaraq birincisi, ehrama daxil olmamışdan qabaq yuyunmaq, yəni çinmək. Sonra dırnaqları tutmaq, qoltuq altını təmizləmək və həmçinin qasıq yerini təmizləmək. Və həmçinin bığı qısaltmaq, qırxmaq. İkinci, müstəhəb olan əməllərdən həcdə ehrama daxil olmamışdan qabaq ətirlənmək, ətir vurmaq. Üçüncü, müstəhəb əməllərdən təlbiyə söyləmək. Təlbiyə nədir? Yəni, həcc əsnasında həcc edən və yaxud da ki, ümrə edənin yüksək səslə təlbiyə oxuması. Yəni, bu duanı söyləməsi. Ləbbeyk Allahümmə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək. Deməli, bu duanın mənası, əziz qardaşlar, Allahım, mən sənin həcc əmrinə boyun əyməyə təkrar cavab verirəm. Və həmçinin yerinə yetirməyə təkrar hazıram. Sənin dəvətinə hazıram. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. Sənin heç bir şərikin, ortağın yoxdur. İnnəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək. Deməli, sonra buyurur ki, həcdə, deməli, bu duanın mənası, sənin heç bir şərikin yoxdur, sənin əmrinə hazıram, yəni sənin buyruğuna cavab verirəm. Şübhəsiz ki, həmd etmək, həmd də, neymət də və mülk də sənə məxsusdur. Sənin heç bir şərikin yoxdur. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm bu şəkildə söyləmişdir. Yəni, təlbiyəni bu şəkildə söyləmişdir və bu hədis də, bu dua da Buxari və Müslimdə rəvayət olunmuşdur. Həmçinin, əziz qardaşlar, həcdə müstəhəb olan əməllərdən zikr etmək və dua etmək. Yəni, insan həcdə olarkən zikr etməsi və dua etməsi. Zikirlərdən Allaha təsbih etmək, yəni Subhanallah zikrini söyləməsi, Elhamdülillah zikrini söyləməsi, La ilahə illallah, Allahu Əkbər və həmçinin Muhammed sallallahu aleyhi və səlləmə salavat gətirməyi və həmçinin Allahın kitabını oxuması həcdə müstəhəb olan əməllərdəndir. Yəni, insan həcc ərəfəsində yaxşıdır ki, çoxlu Allahı zikr etsin və həmçinin Allaha dua etsin, Peyğəmbərə salavat gətirsin və Quran-ı Kərim oxusun. Sonra 5-ci həcdə müstəhəb olan əməllərdən burada müəllif bir rəvayət gətirir. Kəbəni gördükdə bu duanı söyləmək, lakin bu duanın əsli yoxdur, zəifdir. Düzdür, bəzi alimlər deyir ki, bəzi səhabələrdən varid olub, Allahümmə əntəs-sələm və minkəs-sələm, həyyinə Rabbinə bis-sələm. Allahım, sən salamatlıq bəxş edənsən, salamatlıq səndən baş verir, ey Rəbbimiz bizi salamatlıqla yaşat. Və bu dua əslində səhih dualar içərisində varid olmayıb. Və alimlər deyir ki, bu dua, yəni hədis olaraq varid olmayıb, bəzi səhabələrdən deyilib, varid olub. Və sonra müəllif qeyd edir ki, müstəhəb olan əməllərdən Kəbəyə gəldikdə, daxil olduqda, deməli, tavaf etmək. Yəni, Kəbəni gördükdə, ilk olaraq daxil olduqda, deməli, tavaf etmək. 7-ci həcdə müstəhəb olan əməllərdən tavaf əsnasında ehram paltarının sağ tərəfini, sağ istiqamətini, sağ çiynini açıb
qolunun altına keçirərək sol çiyinin üzərinə atmaq. Və bu da müstəhəb olan əməllərdəndir. Ehramın sağ tərəfini qolunun altına keçirib və sol çiyinin üzərinə atmaq. 8-ci müstəhəb olan əməllərdən, deməli, tavaf əsnasında ilk 3 tavafı iri addımlarla atmaq. Yəni, yüngül şəkildə qaçmaq, tez-tez etmək. Qalan digər o tavafları isə normal şəkildə, normal qayda ilə, yeriməklə tamamlamaq. Sonra müəllif buyurur, həcdə müstəhəb olan əməllərdən məqam-ı İbrahim var. İbrahim məqamı deyilən bir yer var. Həmin İbrahim məqamının arxasında 2 rükət namaz qılmaq. Birinci rükətdə Fatihədən sonra Kafirun surəsini oxumaq, ikinci rükətdə isə İxlas surəsini oxumaqla bu əməli icra etmək, yerinə yetirmək. Bu da müstəhəb olan əməllərdəndir, bəyənilən əməllərdəndir. Sonra müəllif buyurur ki, müstəhəb olan əməllərdən həcdə qara daşı öpmək və yaxud da ki, qara daşa əl sürtmək və yaxud da ki, imkan olmadıqda işarə etmək. Sonra müəllif buyurur, həcdə müstəhəb olan əməllərdən ruknul yəməni, yəni Yəmən küncünə əl sürtmək. Qara daşın, deməli, qara daşa çatmamış olan istiqamətdədir ki, həmin yerdə Yəmən küncünə tavaf əsnasında əl sürtmək də müstəhəb olan əməllərdəndir. Sonra buyurur ki, müəllif 12-ci müstəhəb olan əməllərdən tavaf əsnasında, tavaf edərkən, deməli, zikr etmək və dua etmək. Yəni, tavaf əsnasında danışmaq lazımsızdır, ehtiyac yoxdur. Bəzən tavaf əsnasında görürsən ki, insanlar bir-birinlə söhbət edir, tavaf edir, bir-birinlə danışırlar, deyib gülürlər. Bu, yəni, yaxşı əməl deyil. Müstəhəb olan əməl odur ki, tavaf əsnasında insan Allahı zikr etsin və həmçinin dua etsin. Sonra, əziz qardaşlar, müstəhəb olan əməllərdən 13-cüsü Səfa təpəsinin üzərinə qalxmaq və yaxud da ki, bir hissəsinə qalxmaq. Eyni zamanda da Mərva təpəsinin üzərinə qalxmaq. Səfa və Mərva deyilən həmin o təpənin üzərinə qalxmaq müstəhəb olan əməllərdəndir. 14-cüsü, müstəhəb olan əməllərdən həcdə Səfa və Mərva təpəsinə hər dəfə qalxdıqda üzü qibləyə tərəf çevirmək və həmçinin dua etmək, təkbir gətirmək və la ilahə illallah zikrini söyləmək. Yəni, Səfa və Mərvanın üzərinə çıxdıqda insan üzü qiblə istiqamətinə yönəlir, dua edir, təkbir gətirir və həmçinin la ilahə illallah zikrini söyləməsi müstəhəb olan əməllərdəndir. Sonra müstəhəb olan əməllərdən, deməli, Səfaya yaxınlaşdıqda, Səfa təpəsinə yaxınlaşdıqda bu ayəni oxumaq. Bəqərə surəsinin 185-ci ayəsini Allah Teala buyurur, İnnə safə vəl-mərvətə min şəairilləh. Allah Teala bu ayədə buyurur ki, şübhəsiz ki, Səfa və Mərva Allahın nişanələrindəndir, əlamətlərindəndir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, nəbdəu bimə bədə Allahu bihi. Buyurur ki, deməli, Allahın başlaması ilə başlayırıq. Bir ləfsdə bu şəkildə keçir, cəm formada deyilir. Bir ləfsdə də deyilir ki, Allahın başlaması ilə başlayıram. Yəni, bu sözü ifadə etməklə, deməli, Səfa istiqamətinə yönəlmək. Yəni, Səfa istiqamətinə yönəldikdə, səy istiqamətinə, yəni ilk Səfa təpəsinə yaxınlaşdıqda bu duanı oxumaq və arxasından Peyğəmbər sallallahu aleyhi və səlləmin söylədiyi sözü söyləmək müstəhəb olan əməllərdəndir. Həmçinin həcdə müstəhəb olan əməllərdən Səfa və Mərvənin arasında normal qaydada yerimək. Lakin deməli, orada 2 işarə var, yaşıl işarə var. Həmin o yaşıl işarəyə çatdıqda, deməli, o
elə bil ki, həmin vaxt o vaxtı vadinin tam mərkəzi hesab olunurdu. Həmin vaxt, deməli, o iki yaşıl işarənin arasında surətlə yerimək. Yəni, həmin yerdə qaçmaq. Yəni, surətlə yerimək, yəni qaçmaq, deməli, müstəhəb olan əməllərdəndir. Sonra müəllif buyurur, müstəhəb olan əməllərdən həcdə səy əsnasında, səy edərkən, Səfa və Mərvanın arasında səy edərkən, dəstəmazlı olmaq, pak olmaq, təmiz olmaq müstəhəb əməllərdəndir. Amma tavaf edərkən, tavafda dəstəmazın, pak olmağın olması şərtdir. Səfa və Mərvanın arasında səy edərkən dəstəmazlı olmaq müstəhəb əməllərdəndir. Lakin tavaf edərkən dəstəmazın olması şərtdir. Sonra müəllif buyurur, deməli, səy əsnasında, Səfa və Mərvanın arasında səy edərkən Allahı dua etmək və həmçinin zikr etmək. Bu da çox önəmli məsələdir. İstər həcdə və istər ümrədə olan insanlar, bəzən görürsən, Səfa və Mərvanın arasında danışırlar, bir-birindən söhbət edirlər. Bu olmaz. Yaxşı hal deyil. Yəni, Allah Teala sənə müvəffəq edib buradan ora getmisən, sən o vaxtını, o zamanını Allahı zikr etməklə, dua etməklə, ibadət etməklə keçirməyin müstəhəb olan əməllərdəndir. Deməli, həmin əsnada Səfa və Mərvanın arasında səy etdikdə insanın zikr etməsi, dua etməsi müstəhəb olan əməllərdəndir. Sonra müəllif buyurur, 19-cu müstəhəb olan əməllərdən saçı qırxmaq, qısaltmaqdan daha üstündür. Yəni, saçı qısaltmağın yerinə qırxmaq daha üstündür. Sonra müəllif qeyd edir ki, müstəhəb olan əməllərdən həcdə, deməli, həccə daxil olarkən, həcci etmək istədikdə, deməli, təməttü həcci edənlər və ya Məkkə əhlinin, Məkkə sakinləri həcc ziyarətini etməsi üçün ehrama daxil olması tərviyə günündə baş vermir. Tərviyə günü nədir? Hicri tarixi ilə, deməli, Zilhiccə ayının 8-ci günündə, Hicri tarixi ilə, Zilhiccə ayının 8-ci günündə təməttü həcci edən və Məkkə sakinləri həmin vaxt ehrama daxil olur. Ehramı geyinir və niyyət edir. Sonra, deməli, müstəhəb olan əməllərdən 21-cisi Ərafə gecəsini Ərafat Minada gecələmək. 22-ci müstəhəb olan əməllərdən Ərafa gününün səhəri, yəni həmin günün səhəri, sabahı, günəş çıxdıqdan sonra Ərafa istiqamətinə yönəlmək, Ərafaya getmək. Müstəhəb olan əməllərdəndir. Sonra buyurur ki, müəllif, müstəhəb olan əməllərdən günəş batana qədər Ərafada qalmaq. Burada bir şey qeyd edir müəllif. Nəmirə deyilən bir məkan var, Ərafat ərazisində. Qeyd edir ki, deməli, günəş batana qədər Nəmirada qalmaq. Nəmirada Ərafatın düz yanında bir yerdir. Lakin bu yer həmin yer. Alimlər qeyd edirlər ki, Ərafatın özündən, Ərafat ərazisindən sayılmır. Deməli, müstəhəb əməllərdəndir ki, Ərafatda gün batana qədər dayanmaq. Sonra müstəhəb əməllərindən Ərafada imam namaz qıldırdıqda, xütbə verdikdə, imamla bərabər bir yerdə namaz qılmaq, xütbəni dinləmək və həmçinin deməli, zöhr və əsr namazını birləşdirərək qısaltmaq, cəm etmək müstəhəb olan əməllərdəndir. Həcc əsnasında Ərafada, deməli, imamla birlikdə namaz qılmaq, xütbəni dinləmək və eyni zamanda da zöhr və əsr namazını qısaldaraq cəm edib bir yerdə qılmaq müstəhəb olan əməllərdəndir. Sonra, deməli, həcdə müstəhəb olan əməllərdən
Ərafatda əgər mümkün olarsa, həmin ərazidə qayalar var. Həmin o qayaların yanında dayanmaq, durmaq. Əgər, alimlər qeyd edir ki, əgər o yerdə dayanmaq insana zərər verərsə, o zaman onda icazəli deyil. Yəni, əgər o qayaların yanında durmaq insan üçün zərər olarsa, onda icazəli deyil. Sonra, əziz qardaşlar, müstəhəb olan əməllərdən, həcdə müstəhəb olan əməllərdən, deməli, Ərafatda olarkən qibləyə tərəf yönəlmək və həmçinin dua etmək müstəhəb olan əməllərdəndir. Sonra, deməli, müstəhəb olan əməllərdən Ərafatdan çıxarkən Müzdəlifiyə doğru getdikdə sakit, hüzurlu bir şəkildə getmək. Yəni, səslə, küylə getmək doğru deyil, sünnəyə müvafiq deyil. Yəni, insan, deməli, Ərafatda olarkən, Ərafatdan çıxıb Müzdəlifiyə doğru artıq yönəldikdə, getdikdə sakit bir halla getməlidir. Və bu da müstəhəb olan əməllərdəndir. Həmçinin, Müzdəlifədə olarkən müstəhəb əməllərdən də biri odur ki, məğriblə işə namazını birləşdirmək. Həcdə olan müstəhəb əməllərdən, deməli, Müzdəlifədə olarkən məğriblə işə namazını cəm etmək, bir yerdə birləşdirib qılmaq. Sonra, əziz qardaşlar, həcdə olarkən müstəhəb əməllərdən haram ərazisində, müqəddəs o məkanda dayanmaq, durmaq və sübhə qədər, sübh açılana qədər dua etmək müstəhəb olan əməllərdəndir. Həmin o ərazilər müqəddəs yerdir, haram bölgəsidir, yəni toxunulmaz, müqəddəs bir məkan sayılır. Müzdəlifədə, Ərafada, Minada və Müzdəlifədə də insan həmin bölgədə, həmin ərazidə durarkən, deməli, sübhə qədər dua etməsi müstəhəb olan əməllərdəndir. Sonra, həcdə müstəhəb olan əməllərdən, deməli, Qurban günü əməlləri tərtiblə etmək müstəhəb əməllərdəndir. Diqqət edin, ilk öncə, deməli, camaratda daş atmaq. Birinci, camaratda daş atmaq tərtiblə. İkinci, qurban kəsmək. Üçüncü, saçı qırxdırmaq və yaxud da ki, qısaltmaq. Dördüncü, ifadə tavafını etmək. Və bunlar nədir? Yəni, Qurban bayramı günü, yəni ifadə tavafı nə vaxt olunur? Qurban bayramı günü günəş çıxdıqdan sonra artıq ifadə tavafı yerinə yetirilir. Bunların hamısı tərtib ilə edilməsi müstəhəb əməllərdəndir. Həmçinin müstəhəb əməllərdən, deməli, camaratda daş atarkən qiblə istiqamətinə yönəlmək. Yalnız Cəmaratul Əqabə, deməli, Əqabə cəmarası deyilən yer var. Həmin orada, deməli, həmin orada daş atarkən insanın, deməli, sağ tərəfinə, deməli, Minanı götürməlidir, sol tərəfinə Kəbəni və həmçinin üzü isə həmin o cəmarat istiqamətinə yönəlməlidir. Və bu da müstəhəb olan əməllərdəndir. Yəni, insanın, deməli, daş atarkən, həmin o Əqabə deyilən ərazidə cəmarata daş atarkən, həmin əsnada, deməli, onun duruşu necə olmalıdır? Mina sağ tərəfində olmalıdır, Kəbə sol tərəfində və üzünü də həmin o Cəmaratul Əqabəyə çevirməlidir. Və bu halda olub, yəni durub daş atması müstəhəb olan əməllərdəndir. Həmçinin müstəhəb olan əməllərdən həcdə hər dəfə daşı atdıqda təkbir gətirmək, Allahu Əkbər zikrini söyləmək. Sonra müəllif buyurur, nəhayət sonuncusu, həcdə olan müstəhəb əməllərdən, deməli, kiçik və orta cəmaratda daş atdıqdan sonra qibləyə yönəlib dayanaraq dua etmək. Amma böyük cəmaratda isə dayanmırsan. Deməli,
Allah müvəffəq eləsin həccə gedənlərə, həccə getmək istəyənlərə. Deməli, cəmaratda 3 cəmarat var. Böyük cəmarat, orta cəmarat, daha doğrusu kiçik cəmarat, orta cəmarat və bir də böyük cəmarat. Müəllif qeyd edir ki, müstəhəb əməllərdəndir həcc əsnasında. Deməli, 2 cəmaratda, kiçik və orta cəmaratda daşı atdıqdan sonra qiblə istiqamətinə durub dua etmək. Birinci, deməli, kiçik cəmarata daş atdın, keçirsən, üzü qiblə istiqamətinə dua edirsən. Sonra, orta cəmarata daş atdıqdan sonra keçirsən, yenə üzü qiblə istiqamətinə dua edirsən. Lakin, böyük cəmarata gəldikdə isə, böyük cəmarata daş atdıqdan sonra dayanmırsan, keçib gedirsən. Bu, söylənən müstəhəb əməlləri, əziz qardaşlar, qeyd etməyiniz və yaxşı olar ki, qeyd edəsiniz, yadda saxlamağınız lazımdır. Allah Teala müvəffəq eləyər həccə getmək və bu şeylərin hamısının insanın orada ehtiyacı var bilməsi. İnsan, adam axtarır, soruşsun ki, mən necə edim ki, yəni bu əməlim doğru olsun, sünnəyə müvafiq olsun. Onun üçün bu gün Allaha həmd olsun, bu yəni şərait yaradılıb, yəni bu dərslərdən insan gərək istifadə etsin. Və bu əməllərin hamısı, sayılan əməllərin hamısı həcdə müstəhəb olan əməllərdir. Təxminən 30-dan yuxarı oldu. Səhv etmirəmsə 33, səhv etmirəmsə. 33 müstəhəb əməl deməli zikr etdik. Və sonra müəllif burada buyurur ki, deməli bu müstəhəb olan əməllər, hansı ki qeyd olunan müstəhəb olan əməlləri insan etdikdə digər həcdə olan şəxslərə heç bir əziyyət vermədən və həmçinin onların hərəkətlərinə, yəni onların yerimələrinə, irəliləmələrinə heç bir maniyə yaratmadan o əməllər yerinə yetirilməlidir. Yəni həcdə olan müstəhəb əməlləri insan yerinə yetirərkən digər həcc edən şəxslərə heç bir maniyə yaratmamalıdır və həmçinin də əziyyət verməməlidir. Ona görə insan bax bu məsələlərə diqqət yetirməlidir. Ola bilər bu əməllər müstəhəbdir, insan o əməli etmək istəyər. Lakin indi bugünkü vaxtda, indiki zamanda bilirsiniz ki, həcdə olarkən insanların sayı çox olur. Bir müstəhəb əməli etmək üçün digər bir həcc edən kimsəyə, bir müsəlmana əziyyət verir. Özdə çox olduqca kəskin əziyyət verir. Həm onun yoluna, həm özünə əziyyət verir. Ona görə də alimlər qeyd edir ki, müstəhəb əməlləri insan etdikdə çalışmalıdır ki, digər müsəlmanlara əziyyət verməsin və onların yollarına maneçilik törətməsin. Bu kitab, əziz qardaşlar, qutardı, sona çatdı. Fiqhlə bağlı olan müxtəsər kitab sona çatdı. Uca Allahdan istəyirəm ki, bizim hər birimizi bu kitabdan öyrəndiklərimizi əməl edən və bizi gözəl şəkildə faydalanan qullarından etsin. Allahdan diləyirəm ki, bizim hər birimizi əməllərimizi ixlaslı olan əməllərdən etsin. Allah Teala bizim günahlarımızı bağışlasın və bizim əməllərimizi ən gözəl şəkildə salih əməllər üzərində etsin. Allah Teala bizim hər birimizə Allaha gözəl şəkildə ibadət etməyi, itaət etməyi müvəffəq eləsin. Allah Teala valideynlərimizə rəhm eləsin və onların günahlarını bağışlasın. Allah Teala zürriyyətimizi salihlərdən etsin. Uca Allah bizlərə mömin kimi yaşayıb və mömin kimi ölməyi müvəffəq eləsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu iləyik.